başladım. Dərs müddətində heç bir halda dediyim kimi həmişə deyirəm, yenə deyirəm, test işlənərkən mesaj qutusuna cavab yazmırsınız, ehtiyac yoxdur. Hansı sualın cavabını soruşsam, sadəcə onun cavabını yazırsınız və sadəcə bir variant yazırsınız. Yəni, eyni variantı dəfələrlə yazmırsınız. Onun xaricində mesaj qutusunda heç nə danışılmır, heç nə yazılmır artıq əski. Yoxsa kənarlaşdıracağım, çıxardacağım və mesaj qutusunda bağlayacağım. Ona görə bunlara əməl edirik. İndi gəlin başlayaq testlərimizə və tez də bitirək. Çünki sınaq da istəyirəm yazaq və qəşəng bir sınaq var. Onu 11-ci siniflərdə yazmaq istəyirəm. Ona görə gəlin birinci başlayaq. Choose the correct sentences. Doğru cümləni seçin və fikir verirsiniz, yazmayıbdır sizə mübtəda ilə xəbəri uzlaşdır, agreement, heç biri yazmayıbdır. Sadəcə yazır ki, bu doğru variantı seç. Bu 4 cümlədən hansı doğru cümlədir? Nəyə görə bu cümlənin doğru və ya yanlış olmasını seçməliyəm? Təbii ki, mübtədasına, xəbərinə görə baxacağam. Hansı cümlə doğrudursa doğru, yanlışdırsa yanlış. Gəlin, birinci cümlədən baxaq. Birinci cümlədə short sözü cəmdədir. Short cəmdədirsə, xəbəri də cəmdə olmalıdır. Xəbəri də cəmdə yazıb. Demək ki, bir doğrudur. Biri götürəcəyim. İkincidə gəldim. Oldan sonra baxıram, isim gəlib programs və programs ismi cəmdə gəlib. Xəbəri də cəm olmalıdır, amma bizə voz yazıbdır. Biz bilirik ki, voz xəbəri cəm xəbər deyil, tək xəbərdir. Demək ki, bu programsla voz uzlaşmadı, yanlış bir cümlədir. İkiləri də tez variantlardan atıram, geçsin. Sonra baxıram, these knives. Knives'in qabağına these qoyub, bu da doğrudur. Knives cəmdədir, bu da doğrudur. Xəbər cəmdədir, bu da doğrudur. Bəzən olur, knives da cəmdə olur, bu da ar olur. Amma bura these yox, zət yazır. Bura qədər okey olur, amma bu zət, axı zətdən sonra cəm isim gəlmir. Yəni, bundan sonra bu da cəm olmalıdır. Bunlara fikir veririk these, zət, sosda. Yəni, bundan sonra gələn isim də cəm olmalıdır ki, cəmdədir. Xəbəri də cəmə düşməlidir, o da cəmdədir. Üçü də götürəcəyəm. Bu da doğrudur. Dördüncüdə isə, baxın, shorts cəmdə, bura yazıbdı is. Olmadı da bu. Shorts cəmdədirsə, bura is olmamalıydı. Bax, həm də bayaq dediyim qayda. Bu zisdən sonra ümumiyyətlə shorts gələ bilməz. Birdən deyirsiniz ki, short zisə baxı biz iz qoya bilirik. Sən zisə iz qoya bilirsən, amma sən bu zisi shortsla yanaşı gətirə bilmirsən. Zisdən sonra cəm isim gəlmir, tək isim gəlir. Burada başlı başına yanlış olur dördüncü. Dördləri də atanda cavab olur 1, 3. Birinci sualın cavabı A variantıdır. Gedirik üçüncü suala. Bu fikir verin, dünən də baxdıq. Zerar, zeris, zervoz, zervör qaydasıdır. Saydığı ikisinə baxacaq. Tək ismi deyirsə, mən zeris və ya zervoz verəcəyəm. Cəm isim deyibsə, zerar və ya zervör götürəcəyəm. Wolf'a baxaq. Wolf bilirsiniz ki, burada təkdədir, esi yoxdur. Təkdədirsə, buna ar deyib saya bilməz. Bir səhvdir, A səhvdir. Wolves cəmdədir, canavarlar deməkdir, cəmdədir. Buna da iz deyib saya bilməz, B də yanlışdır. Yenə Wolves cəmdədir, voz qoyubdur, vozdan sonra tək isim deməlidir, cəm isim deyə bilməzdir, C də yanlışdır. Yenə Wolves cəmdədir, bu dəfə ar qoyub, ar cəmliyi göstərir, isimdə cəmdə cavab olur D variantı. Y variantında isə Wolf təkdədir, amma qabağına vör qoyubdur, bu da yanlış cavab olur. Üçüncü sualın cavabı olur D variantı. Beşinci sualda çox çıxır bu tip suallar. Yəni sınaqlara da çıxır, yəni şeyə də çıxacaq, imtahanı da çıxacaq, həm 9-a çıxacaq, həm 11-ə çıxacaq, həm bu ilin 10-ları olsun, gələn ilin 11-i olacaqlar. 100% ki çıxacaq da. Yəni nə qədər qrammatikanı azaltsalar da bu sual orada çıxacaq. Yəni bu qayda çıxmalıdır. Yenə 4 dənə cümlə verib və deyir ki, mübtəda ilə xəbəri uzlaşdırıb. Demişdik ki, dünənlərim, əgər ortada of varsa, biz bredə yox, ofdan əvvələ baxırıq. Ofdan əvvələ baxanda loaf sözünü bir parça deməkdir. Və loaf sözünü cəmdə görürük. Cəmdədirsə, xəbər də cəm olmalıdır, xəbəri də cəmdir. Demək ki, bir doğrudur, biri saxlayırıq. Yenə of var, ofdan əvvələ gedirəm. Cups sözü cəmdədir, amma bura iz yazıbdır. Bu artıq yanlış oldu. İkiləri atıram. Sonra gəldik bura. Ortada and varsa sadalama var. Gözəl qız və onun qardaşı. 2 nəfəri sadalayıb. 2 nəfəri sadalayıbsa xəbəri andin xəbəri cəm olmalıdır. Burada voz yazıbdır. Voz tək xəbərdir. 3 də yanlışdır.
4'te isə yenə zeri, zera, zervoz, zervör qaydasıdır. Vör qoyubdur. Aha, yenə of var. Demək ki, mən isimi harda axtaracağam? Ofdan əvvələ baxmalıyam. Bura yox. Ofdan əvvəldə PC'si cəmdə deyib. Cəmdə deyibsə, bunun qabağında cəm qoyubdur. Demək, cəm çox bir şeyi sayıbdır. Cavab olacaq 1, 4. Doğru cavab olur Y variantı. Gedək 7-ci suala. Burada isə baxaq görək. Baxın, the pictures drawn by his son was colorful. Aha. Bu sana mı baxacağıq, pictures'a mı baxacağıq? By'dan əvvələ, by da söz önüdür də. Yəni of olmasın, başqa bir söz önü olsun, preposition olsun. Hər zaman ondan əvvələ by da bir söz önlərindən biridir. Ondan əvvələ baxanda pictures, şəkillər sözünü ismi baxırıq da biz. Həmin bu isim cəmdədir. Cəmdədirsə, bunun xəbəri də cəm olmalıydı, amma bizə was yazıbdır. Yəni, bir yanlışdır. Gəldik bura, yenə vase with flowers, güllərlə dolu olan vazo. Biz yenə with söz önüdür deyənə, güllərə yox, söz önündən əvvələ, vazo sözünə baxırıq, vase. Bu söz təkdədirsə, demək ki, xəbər də tək olmalıdır və xəbəri tək verib. İkini də götürəcəyəm. Gəldik bura. Literatura mı baxaq, testə mi baxaq? Ortada 10 var. Söz önü varsa söz önündən əvvələ bax. Baxdım. Test sözü cəmdədir, xəbər də cəmdədir. Vör xəbər, cəm xəbərdir. 2-ni 3-ü də götürdüm. Yenə of var. Ofdan əvvələ baxdım. Wrote sözü cəmdədir. Xəbər cəm olmalıdır, amma bizə was yazıbdır. 4-də yanlış cavabdır. Biz 4-ü də atanda cavab olur. 2, 3 olacaq 7-ci sualın cavabı. Davam edək. 9-cu suala. Növbəti suallarda sizdən soruşacağam. 9-cu sualın izahını da verək. Ortada to var. To da bir söz önüdür və biz söz önündən əvvələ gedirik, əvvələ gedirik. Əvvəldə answer sözü var, cəmdədir. Xəbər cəm olmalıdır, amma bizə iz yazıbdır. Bir yanlışdır. Biz birləri tez variantlardan da çıxardın. İmtahanda da belə eləyin ki, işiniz asanlaşsın. Olar bəlkə bu cümlə haqqında heç bir fikriniz olmaz. Ən azından variantları ata-ata yaxınlaşın cavaba. Gəldik bura. Yenə ortada of var. Ofdan əvvəldə site sözü cəmdətsə xəbər cəm olmalıdır. R yazıbdır. 2 doğru cavabdır. 2-ni götürəcəyəm. For da söz önüdür. Söz önündən əvvələ baxıram. Ticket sözü cəmdədir. Xəbər də cəmdir. Bu da doğru cavaba bənzəyir. 2, 3. Ondan əvvələ baxıram. Söz önündən əvvələ. Plate sözü cəmdə. Xəbər isə was'dur. Was xəbəri təkdir. 4 isə yanlışdır. 4'ləri də atanda cavab olur B variantı 2, 3 olacaq. Gedək 11-ci suala. Sizcə burada doğru cavab nədir? 11-ci sualın cavabını tək-tək variantları incələyib mesaj qutusuna tək bir variant halında yaza bilərsiniz. Dokuzuncu sinif Yusif Rızalov. Burada deyil. Əjdər, onu dərsə çağır. Sən buradasan deyərsən. Yaz ona ki, müəllimə deyir dərsə girsin. Bəli, əksəriyyət A variantı yazıb ki, doğru iş görmüsünüz. Elotov. Bu Elotovu görəndə mən sizdən xahiş edirəm. Yenə deyirəm. İndi burada düz yazmısınız. İnşallah imtahanda da düz yazarsınız. Elotovu görəndə sırası ağlınıza cəm gəlməsin. Olsun ki, Elotov çoxlu deməkdir. Bu Elotov sayılmayan isimlə də işlənə bilir. Ki, burada sayılmayan isimlə yanaşı gəlib. Sayılmayan isimlə yanaşı gələndə bunun xəbəri tək olmalıdır. Yəni, A variantı doğrudur. Sayılan cəm isimlə gələndə isə xəbəri cəm olmalıydı. Bizdə sayılmayanla gəlib deyən A doğrudur. Denamurovun xəbəri dünən də dedik ki, tək də olmalıdır. Bizdə have yazıbdır, B variantı yanlış. Ofdan əvvəldə collections cəmdədir, was yazıbdır, yanlış. Ofdan əvvəldə kind cəmdədir, is yazıbdır, yanlış. Waste sözünüdür, sözündən əvvəl names cəmdədir, bizə exist. Aha, P-nin sonunda S var idisə, dedik ki, bizə tək xəbəri göstərir. S olmayan cəm xəbərdir. Names sözü cəmdədir, amma exist xəbəri təkdədir, olmayacaq. Doğru cavab olur 11-də A variantı doğru yazmışsınız. Qatılmaq istəyən var. Aha. Davam edirik. 13-cü sualla. 13-cü sualda isə yenə birinci bizə veribdir the number of
The number of-un xəbəri tək olmalıdır. The number of-un xəbəri tək olmalıdır. Bizə have yazıbdır. Bir yanlışdır. Birləri atırıq. Birləri atırıq. Çünki have xəbəri cəm xəbərdir. Burada əndə görə hərəkət etməyəcəyik. Əndə görə hərəkət etməyəcəyik. Dərs qayd edilirmi? Qayd edilir. Qayd edilir. İnşallah ki, heç bir texniki problem yoxdur. Yəni, mən qayda vurmuşum. Axırda baxacağam, amma qayd gedir. İkinci də, burada əndi görüb sırası cəm xəbər deməyin. Əgər bu off olmasaydı, hə, əndə görə hərəkət eləməli idi. Amma off var deyənlər, dünəndə bu tipli bir sualımız var idi. Əvvələ gedirik. Əvvəldəki sözümüz mixture sözü, qarışımı deməkdir və təkdədir. Xəbəri də izdir, doğrudur. İkini götürəcəyəm. Səksə görə hərəkət eləmirik. Arada söz önü var. Ona görə indən əvvələ gedirik. Floor sözü un, sayılmayan tək isim, xəbəri tək olmalıdır. Bizə were yazıbdır, 3-ü atırıq. In söz önümüz var. Söz önündən əvvələ gedirik. Sudden rise təkdədir. Xəbərimiz də təkdir. Doğru cavab olacaq. 2, 4, Y variantı. Aha. Biraz sürətlənən uşaqlar. Buradan etibarən biraz sürətlənəcəyəm. 15-ci sualda isə burada arada nə of var, nə söz önü var, nə başqa söz önü də yoxdur, nə də number of, a number of var. Heç nə yoxdur da arada gedim əvvələ baxım. Sonra baxıram companies. Companies bilirsiniz ki, cəmdədir, şirkətlər deməkdir və cəmin də xəbəri cəm olmalıdır. Have yazıbdır, biri götürəcəm. Bir olmayan nə varsa atacağam. Burada artıq of var. Ofdan əvvələ gedəcəyəm. Works cəmdədir. Bizə is yazıbdır. Olmur. Works-ün xəbəri cəm olmalıydı. İkiləri də atacağım. Cavab elə 1, 4 çıxacaq. 3-ə də baxaq. İndən əvvəldə desks cəmdədir. Amma bizə was yazıbdır deyənə 3 də yanlışdır. Unutmayın. Between arasında deməkdir. Bax, burada gedib country-sə baxmırsınız. Between arasında deməkdir və between söz önüdür. Proposition'dır between. Ona görə biz burada country-sə yox, countries-dən əvvələ baxırıq. Yəni, between-dən əvvələ baxırıq. Difference təkdədir deyənə, is xəbəri doğrudur. 1, 4. Yəni, between-in söz önü olduğunu unutmayın. Bunu bilməsəniz, gedib country-sə baxacaqsınız, deyəcəksiniz ki, hə, cəmdir, xəbəri təkdir, yanlışdır. Xeyr, bu söz önüdür. Bundan əvvələ baxırıq. Difference təkdədir, xəbəri də is doğrudur. Cavab olacaq. 1, 4. Gedirik 17-ci suala. 17-ci sualda arada heç nə olmadığı üçün son sözə baxıram. Sport sözü cəmdə, xəbərimiz are cəmdə. Biri götürə bilərəm. İndən əvvələ baxıram, söz önüdür. İndən əvvələ baxıram və everyone görürəm. Everyone törəmədir. Törəmələrin xəbəri təklə olmalıdır. Bizə də təkdə veribdir. Həz də doğrudur. İkini də götürəcəyəm. Cavab A variantı olmalıdır. Baxaq üç niyə səhvdir. Ofdan əvvələ baxıram. Buckets full. Baxaq görək. Bucket sözü cəmdədir, amma was xəbəri təkdədir, 3 də yanlışdır. İndən əvvələ baxıram, polis bilirsiniz ki, cəm isimi göstərir bizə, onun xəbəri cəmdə olmalıdır, amma burada carries, daşımaq sözünü təkdə yazıbdır, yanlışdır. Sonunda esi varsa təkdə yazılıbdır. 4-ü də atanda cavab olur 1, 2. Gedək 19-cu suala. 19-cu sualda isə Bosun xəbəri, biz bunu əvəzlikdə görmüşdük ki, Bosun xəbəri cəmdə olur. Əgər əvvəldə heç nə yoxdursa, söhbət mübtəda Bosdursa, xəbəri cəm olmalıdır. Bizə həz yazıbdır. Birləri tez atırıq. And varsa sadalama var. School'a baxmırıq da, indən əvvələ baxırıq. Əvvəldə and var, xəbəri cəm olmalıdır. Wear essiz yazıbsa, wear geyinmək deməkdir. Essiz yazıbsa, bu bunun cəm xəbər olduğunu göstərir. Demək ki, doğrudur. Ətdən əvvələ baxıram, everybody törəmədir. Törəmələrin xəbəri tək olur. Bizə were cəm xəbər yazıb, 3 yanlışdır. Burada söhbət polisdən yox, polis officerdan gedir. Polis məmurundan, yəni officer olmasaydı təkcə polisə baxacaqdım. Burada polis məmurundan, polis officer olanda bir adam olur artıq. Və onun xəbəri də was, tək xəbəri də cavab olur 2, 4, C variantı. Tez gedək 21-ci suala. 21-ci sualda isə çox qəşəng sualdır. 21-ci sualda dünən də bu tipli suala baxmışdıq. Bugün bir daha baxırıq. Those bilirsiniz ki, onlar deməkdir. İşarə əvəzliyi onlar deməkdir. Onlar da bizə cəmliyi göstərir. Deməli, bu onlardan sonra qoyacağım xəbər
Cəmdə gəlməlidir. Das tək xəbərdə olmaz. Das tək xəbərdə olmaz. Das tək xəbərdə olmaz. Tez bu A-nı, B-ni, D-ni at. İndi don't olmalıdır da. Burada da don't var. C-də də var, Y-də də var. Sadəcə fərqləri odur ki, C-yə which qoyubdu, Y-yə who qoyubdu. Mən hansını götürüm? Biz bilirik ki, nöqtədən əvvəldə canlı isim olanda who-nu götürməliyik. Nöqtədən əvvəldə cansız kateqoriyadırsa which-i götürməliyik. Görək bu zoos deyəndə canlıları mı, cansızları mı, insanları mı nəzərdə tutur, yoxsa insanlar deyil bu? Mən deyir, hörmət etmirəm. Hörmət etmək insanlara aid olan bir hissdir, vəziyyətdir. Yəni, cansızlara aid bir vəziyyət deyil. Demək ki, mən onlara hörmət etmirəm deyəndə, bu insanları nəzərdə tutur. Onlar insanlardır və bundan sonra gələn which ola bilməz. Who olmalıdır. C variantını atırıq, cavab olur Y variantı. 22 cüt sualdır, amma sizə yazdırtmaq istəyirəm. 22-nin cavabını mesaj kutusuna yazın. Çox gözəl sualdır. 17-də dediniz ki, esi var, təkdədir, cəm bildirmir ki, dünənki dərsdə olmuşsunuzsa, yəqin ki, olmamışsınız, bir daha xatırladıram. Feilin sonunda es varsa, bu tək xəbəri bizə göstərir. Feilin sonunda es yoxdursa, bu bizə cəm xəbəri göstərir. Bunu isimlə qarışdırmırsınız. İsimdə siz deyəndir. Mən isimdə sizlə razılaşıram. İsimi götürüb cəmləsək, ən sadə sözümüz boy, oğlan sözünün sonuna es qoysam, bu cəm isimdir. Xəbər deyil ki, bu feil deyil ki, bu cəm isimdir. Bu oğlanlar deməkdir. Amma mən bir feil götürürəm, atıram play feili, oynamaq. Oynamaq isim deyil, feildir. Və mən bu oynamağın sonuna əgər esi qoysam, place yazsam, bu tək xəbər deməkdir. Amma play-i essiz yazıb sadə yazsam, bu cəm xəbər deməkdir. Bunun isimlə heç bir əlaqəsi yoxdur. Play isim nitq hissəsi deyil, feildir bu. Yəni, bunu isimlə qarışdırmırsınız. İsimdəkinin tam tərsi bir vəziyyətdir bura. Bunu yaxşı yadınızda saxlayırsınız ki, niyə bu belə olur? Niyə esi olanı tək xəbər götürürük? Bu sadəcə indiki sadə zamana aiddir. Xatırlayırsınızsa, indiki sadə zamanda he, she, itdə feilin sonuna es qoyurduq. Gerdə qalanlarda isə feilin sonuna es qoymurduq. Çünki he, she, it üçüncü şəxsin təkidir və təklərə biz es artırmalıyıq. Bunu bu şəkildə yadda saxlayırsınız. Ümid edirəm, yaddan çıxmaz. Və əsasən də bu testə cavab yazmışsınız. Soruşduğum 22-yə B variantı yazmışsınız. B variantı görək doğrudur. Zoos deyib, cəm deyib. Baxın, bu esi olan təki göstərir bizə. Bizdə onlardır. Esi olan təki göstərir. Breaks sındırmaq, qırmaq deməkdir. Esidir, at var, esi var, atırıq. İndi ya who, ya which. Trust, güvənmək. Güvənmək insana aid olan bir hissdir. Yəni, bu zoos deyəndə, burada canlılar var onun içində. Canlılara da which qoya bilmirik. Doğru cavab olur B variantı, əlasınız. 23-cü sualda davam edirəm. Nöqtədən əvvəldə articles veribdir. Articlesa görə xəbəri qoyacağam və bir də bu which-i yerləşdirməliyəm. Nöqtədən əvvəldə ümumiyyətlə isim gəlibsə, canlı-cansız fərqi yoxdur bu isim. Ümumiyyətlə, nöqtədən əvvəldə isim dayanıbsa, nə olur olsun tipi, isim olsun yetər ki. Və bu ismin qabağına heç vaxt what gəlmir. Bunu yaddan çıxartmırsınız. Bunu bağlayıcı mövzusunun testlərində də işləyəcək. Birinci hissənin son mövzusunda bir daha bu haqda dəfələrlə çoxlu test işləyəcək. Burada da deyim, giriş eləyək. Nöqtədən əvvəldə articles, məqalələr deməkdir. İstəyir canlı isim olsun, oğlanlar da gələ bilərdi, qızlar da gələ bilərdi, müəllimlər də gələ bilərdi. Bir isim gəlibsə, qabağına what qoya bilmirik. Getdi. Demək ki, which bu what da getdi. İkisinin arasında qaldınız. İndi ya has qoyacaqsınız, ya have. Bu articles sözü cəmdədirsə, onun xəbəri də which-dən sonra necə gəlməlidir? Cəmdə gəlməlidir ki, uzlaşsın bu articlesla. Ona görə have olan cəmi götürəcək. Cavab olur B variantı. What-u yenə deyirəm sizə, nöqtədən əvvəldə isim varsa, isimin tipi nə olursa olsun, ola bilməz. What nə vaxt gəlir? Nöqtədən əvvəldə feil olanda tərcüməyə görə gətirib what-u qoyuruq. Amma isim olanda heç tərcüməyə də baxmırıq, birbaşa atırıq. Bu haqda daha geniş növbəti bağlayıcı mövzusunda danışacağıq. 25-ci suala gəlirik. 25-ci sualda ortada söz önü var. For bilirsiniz ki, söz önüdür və söz önündən əvvələ gedirik. Söz önündən əvvəldə treatment sözü təkdədir. Demək ki, xəbərin, bu cümlənin xəbəri tək gəlməlidir ki, bizə tək gəlibdir. Bir doğru cavabdır.
Ortada 10 var. Ondan əvvələ gedirəm. Mübtədamız görürsünüz ki, isminiz prices cəmdədir. Xəbəri cəm olmalıdır. Bizə is yazıbdır. 2 yanlışdır. 2-ləri atırıq. Zeriz zera qaydası çox qəşəng bir qayda. Zeriz deyirsə, saydığı şey bir dənə olmalıdır. Burada uşaq clauses-ı görür, deyir, vsyo, cəmdədir. Bu yanlış cavabdır deyir. Xeyr, elə deyil. Burada iki isim yanaşı gələndə paltardan yox, paltar mağazasından söhbət gedir və mağaza təkdədir. Mağaza təkdədirsə zeriz deyib saya bilərəm də mən onu. Paltar mağazası, bir dənə paltar mağazası var deyə bilərəm. Və ya bu da ağlınıza gəlmədi. Şopa baxmaq ağlınıza gəlmədi. Qabağına e-artiklı qoyubdur. Qabağına e-artiklı qoyubsa bu e-artiklı bir dənə olduğunu göstərir. Bu e-artiklı buna görə gəlməyib. Buna görə gəlibdir, şopa görə gəlibdir, mağazaya görə gəlibdir. Elə qabağında e-artiklı varsa və özündən sonra da isim varsa, demək ki, bu onun bir dənə olduğunu göstərir. Qabağına zeriz qoya bilərik. 3-ü də götürəcəyik. Cavab olacaq 1, 3, 4 niyə yanlışdır? Weather like this, mübtədamız havadır. Havanın da ki xəbəri ar ola bilməz, iz olmalıydı. 4-də yanlış olacaq. Deyir ki, belə bir hava biznes üçün pisdir. Yəni nə? Hava. Havaya da ar yox, iz deməli idi. Doğru cavab olur 25-də 1, 3. Gedirik 27-ci suala. Belə uzun cümlələri görüb özünüzü paniklətməyin. Əminəm ki, içində tərcüməsini bilmədiyiniz sözlər də var yəni. Amma yenə də paniklənmirsiniz. Mübtədasıyla xəbəri uzlaşdırırsınız. Ortada of varsa, gedirəm ofdan əvvələ baxıram. Aim sözü təkdədirsə, xəbər tək olmalıdır. İzi yazıbdır. Demək ki, bir doğrudur. The number of-un xəbəri hər zaman tək olur, amma adam bizə have yazıbdır. Demək ki, bu cümlə yanlışdır. İkiləri də tez buradan atırsınız. Ortada at gəlibdir, söz önü var. Söz önündən əvvələ gedirəm. Facility, imkanlar deməkdir. Və bunun cəmdədir deyənə xəbəri də cəm olmalıdır. R yazıbdır. 3 də doğru cavabdır. İçin isə xəbəri bilirsiniz ki, təkdə olmalıdır. Bizə R yazıbdır. 4 də yanlışdır. 1, 3 cavabını götürəcəksiniz doğru cavab olaraq. 29-cu sualda yenə bu tipli cümlələri görüb paniklənmirsiniz. Ortada of varsa ofdan əvvələ gedirsiniz. Border sözü cəmdədirsə xəbər cəm olmalıdır. Bu cümlənin xəbəri coverdır. Cover örtmək, qapsamaq, üstünü bağlamaq deməkdir. Sonunda esi varsa bu onun tək olduğunu göstərir. Amma biz bordersa görə cəm qoymalıyıq buna. Yəni bu cover'ın esi olmamalıydı. Demək ki, 1 yanlışdır. Birləri tez atırsınız. Ortada of var. Ofdan əvvələ gedirəm. Tree, ağacdan söhbət gedir. Təkdədir və xəbəri də tək olmalıydı. Look like-dır bunun xəbəri. Bənzəmək, oxşamaq deməkdir. Və look-un sonunda s yoxdursa, cəm xəbəri göstərir bizə. S olsaydı tək xəbər olardı. Biz tree-yə görə tək qoymalıyıqsa, bunun sonunda s olmalıydı ki, mən bunu tək xəbər olaraq qəbul edim. Ona görə 2-ni də qəbul edə bilmirəm. 2-ləri də atıram, gedir. Polis, servis, birdən deyirsiniz ki, mənimlə polis cəmdədir. Niyə bunu götürürük doğru cavab olaraq? Söhbət polisdən getmir. 2 isim yanaşı gələndə ikinciyə baxırıq biz. Polis servisindən söhbət gedir. Polis servis sözü təkdədir deyənə, yəni polislərdən söhbət getmir. Polisin servisindən söhbət gedir. Hər zaman 2 isim yanaşı gəlibsə, ikinci ismə yönəlirik biz. Servis sözü təkdədir deyənə xəbər tək olmalıdır və reduce-un da xəbəri təkdədir. Baxın, sonunda s-i var. Demək ki, 3 doğrudur. Ortada of varsa ofdan əvvələ gedirəm. Popularity sözü təkdədirsə xəbər həz olmalıdır, təkdədir. Doğru cavab olur 3, 4. Y variantı. 31-ci sualda isə ortada of varsa ofdan əvvələ getdim. Metod sözünü cəmdə gördümsə xəbərim cəm olmalıdır. Mənə həz yazıbdır. 1 yanlışdır. Birləri atıram, gedir. Ofdan əvvələ gedirəm. Parcel sözünü görürəm, bağlama deməkdir və təkdədir, xəbəri də tək olmalıdır, was yazıbdır. Yəni, bununla bu uzlaşdı. 2-ni götürəcəyəm. Alice və Bob, and varsa arada sadalama var, xəbəri cəm olmalıdır, bizə də cəmdə yazıbdır, doğru cavabdır. Ofdan əvvələ gedirəm, members cəmdədir, iz bura olmayacaq, ar olmalıydı. 4-ü də atıram, cavab olur 2, 3, 31-ci sualın cavabı olacaq B variantı. Gedək 33-cü suala. 33-cü sualda isə
Yenə ortada of var. Ofdan əvvələ gedəcək. Hər zaman belədir. Bu dəyişilməzdir. Yəni quds sözünü görürəm. Quds burada cəmlənibdir. Mal, əmtə anlamındadır burada quds və cəmdə olan bir isimdir. Cəm isimdirsə xəbəri də cəm olsun. Arı yazıbdır. Demək ki, birinci cümləmiz doğrudur. Ofdan əvvələ gedirəm. Cost. Cost burada qiymət, dəyər anlamındadır və bunun xəbəri də tək olmalıdır. Çünki təkdədir. Burada da is xəbəri təkdə qoyubdur. 2 də doğru cavabdır. Baxaq görək. From bilirsiniz ki, söz önüdür. Söz önündən əvvələ gedirəm. Output sözünü cəmdə görürəm. Is xəbəri bura olmayacaq. Cəmdədir deyənə is olmaz, ar olacaq. 3 buna görə yanlışdır. Ofdan əvvələ gedirəm. Skin sözünü görürəm. Bu da təkdədirsə xəbəri tək olmalıdır. Amma bizə isə were yazıbdır. Bu da yanlışdır. Doğru cavab olur. 1, 2, 33-cü sualın cavabı olacaq. A variantı. Gedək 35-ci suala. Aha, yenə bu which, that, what. Ha, whatla bağlı nə dedim sizə? Nöqtədən əvvəldə isim varsa, what ora gələ bilməz. Heç baxmağa dəyməz də. Yəni internet isimdir də. Canlı cansız isimdir. Mənə dəxli yoxdur canlıdır və ya cansız isimdir. Mən bu what-un qabağına yaraşdıra bilmirəm. Ona görə üçləri bəri başdan atacaqsınız, gedəcək. İnternet təkdədirsə bunu ar da qoya bilmərəm də. Mən ar qoya bilmirəm axı bunun qabağına. İnternet zət ar deyə bilmirəm. Zət gedər, ora ar getməz ora. Ona görə 2 də burada yanlışdır. 2-ləri də atacaqsınız. Is, which cansız, internetə which qoya bilirəm. Is xəbəri də qoya bilirəm. Çünki internet təkdədir. Which də qoya bilirəm. Has da təkdədir. Bunu da qoya bilirəm. Doğru cavab olur. 1, 4. Cüt rəqəmlidir, amma sizə yazdırmaq istəyirəm. 34-cü sualın cavabını yazın mesaj kutusuna. Aha. Secretary də katibəçilik deməkdir də. Blossom çiçək açmaq deməkdir. Aysu, təşəkkür edirəm. Acil dəstəyini göstərdiyin üçün. 11-ci siniflər lüğət soruşulduğu zaman mesaj kutusunda aktiv yaza bilərsiniz cavabı. Aha, hansı sualı verdim? 34-cü sualı verdim sizə. Əksəriyyətiniz 30, burada 7-ci sinif var. Həmid Əliyev 7-ci sinif olmalıdır. Ümid edirəm mövzu ona aydın olur. Ümid edirəm mövzu başa düşür 7-ci sinif olmasına baxmayaraq. Olursa nə gözəl. Əksəriyyətiniz demək olar ki, hamınız 34-cü sualın cavabını D variantı olaraq qeyd edirsiniz. Gəlin görək 34-cü sualın cavabı sizin dediyiniz kimidirmi? Mystery, sir, müəmma deməkdir. İsimdir. İsmin qabağına what getmir. Üçləri atacağıq. Mystery sözü təkdədir deyənə xəbəri də tək olmalıdır. Həzi qoya bilərəm. İzi qoya bilərəm, amma interesti qoya bilmirəm. Interestin sonunda S olsaydı mən onu götürərdim tək xəbər olaraq. Götürə bilməyəcəyəm. Cavab olur 1, 4. 34-cü sualın cavabı olacaq D variantı. Əla. Gedək 37-ci suala. Yenə gəldik. Ofdan əvvələ gedirəm. Doctor sözü cəmdə, have xəbəri cəmdə 1-i götürəcəyəm. Ofdan əvvələ gedirəm. Wedding anniversary, evlilik ildönümü və təkdədir. Xəbəri də tək olmalıdır ki, mən burada were gördüm. Yanlışdır o zaman ikinci. Arada and varsa sadalama var. Xəbəri cəm olmalıdır. Ar doğrudur. 3-ü götürəcəyəm. The number of-un xəbəri dünəndə dedik. Bugün bir daha deyirik. Xəbəri tək olmalıdır. Bizə ar yazıbdır. 4 də yanlışdır. 1, 3, 37-ci sualın cavabı olacaq A variantı. Biraz da 50-yə doğru sürət artıraq. 39-cu sualda ortada in varsa əvvələ gedirəm. Paintings cəmdədir. Xəbər də cəm olmalıdır. Were yazıb 1-i götürə bilərəm. Paintings cəmdədir. Həz yazıbdır. 2-ni götürə bilmərəm. Atıram. Ofdan əvvələ gedirəm. Collection sözü təkdədir. Xəbərimiz was təkdədir. 3-ü götürə bilərəm. In var, proposition var. Yenə əvvələ gedəcəyəm. Paintings sözü cəmdədir. Xəbərimiz isə was'dur. Bu da olmadı.
1-3 cavabı C variantını doğru cavab olaraq götürəcəyəm. Gedirəm 41-ci suala. Bu haqda dünən də danışdıq, bir daha danışacağıq. Əvvəla indən əvvələ getməliyik və ondan lap əvvələ gedəndə doing görürsünüz. Dünən də demişdim, bugün bir daha deyirəm. İkinci hissədə bir daha danışacağıq. Bir feilin sonunda ing varsa, bu bizə gerund olduğunu göstərir və bu gerund cümlədə müxtəlif vəzifələrə girir və bunun bir vəzifəsindən biri də mübtəda olmaqdır. Mübtəda olanda fırlanır, gəlir, durur cümlənin əvvəlində. Əgər gerund hər hansı bir feilin sonunda ing varsa və bu olub gerund gəlib cümlənin əvvəlində dayanıbsa, cümlənin mübtədası demək ki, budur və bu gerundun da xəbəri hər zaman tək xəbər olmalıdır. Baxaq görək, indi bunun xəbəri tək olmalıdır. Bunun xəbəri givesdir. Sonunda esi varsa, esi olan bizə bir daha deyirik, tək xəbəri göstərir. Demək ki, birinci doğru cavabdır. Birlər olmayanları atacağıq, gedəcək. Burada by var. By'dan əvvələ gedib ismə baxıram. Letter sözü cəmdədir. Çünki by söz önüdür. Letter sözü cəmdədir. Cəmdədirsə xəbər cəm gəlsin. Amma bizdə həz gəlibdir. Ona görə ikiləri də atanda 1-4 olmalıdır cavab. Baxaq görək. On var. On proposition'dır. Əvvələ gedirəm. Stripe sözü cəmdədir. Xətlər, çizgilər deməkdir. Bluzun üstündəki çizgilər. Və stripe sözü cəmdədirsə, xəbəri is olmayacaq, are olmalıydı. 3 də yanlışdır. Ofdan əvvələ gedirəm. Some jars, bu da cəmdədir. Xəbəri cəm olmalıdır. Doğru veribdir, doğru veribdir. 1-4 cavabı varmı? Var. 41-ci sualın cavabı olacaq A variantı. Gedək 43-cü suala. Çox da qəşəng sualdır. 43-cü sual. Deməli, bizə deyir ki, Denambrovun xəbərini artıq dəfələrlə dedik, bir daha deyirik. Denambrovun xəbəri tək olmalıdır. Bizə də voz xəbərini veribdir. Biri doğru cavab olaraq götürə bilərəm, bir olmayanları atacağam. Zeri, zera, zervoz, zervör qaydası. Zervörlə sayıbsa, demək ki, saydığı şey cəm olmalıdır. Elotov deyibdi. Yenə də tələsmirəm. Görüm Elotovdan sonra necə isim gəlibdir. Applicants namizədlər deməkdir, başvuru edənlər deməkdir və bu da S-lə cəmdə gəlibdir. Demək ki, verb bunun yanına yaraşar. 2-ni götürəcəyəm. Of var, ofdan əvvəldə date sözü var, təkdədir, have buna getmir, 3 buna görə yanlışdır. Enam, fun xəbəri isə denam, ofdan fərqli olaraq cəm də olmalıdır. Denambrov tək, enambrov isə tam tərsinə cəm xəbər olmalıdır. Yəni, bu cümlə enambrovla başlayıb deyənə was yox, ver olmalıydı. Bu da yanlışdır. 1-2 cavabı doğru cavab olaraq 43-də götürəcəyik. Gedirik 45-ci suala. Qəşəng suallardan biri də 45-ci sualda. Bu Japanese görək necə baxaq. Japanese bilirsiniz ki, Yapon milləti də ola bilər, Yapon dili də ola bilər. Əgər o cümlənin tərcüməsinə baxacağıq. Əgər Yapon dili tərcüməsini verirsə, Japanese language dil tərcüməsini verirsə, o cümlədə onun xəbəri tək xəbər olmalıdır. Amma yox, Yaponlular, Yapon millətini nəzərdə tutursa, mən bunun xəbərini götürəcəyəm nə? Cəm xəbər olaraq götürəcəyəm. Eyni söhbət digər millətlərə də aiddir. English də ola bilər bu, Çinli də ola bilər bu, Azərbaycanlı da ola bilər bu. Əgər English language-i nəzərdə tutursa, dildirsə, xəbəri təkə gedəcək. Yox, ingilisləri nəzərdə tutubsa o cümlədə, bu milləti göstərirsə, xəbəri cəmə gedəcək. İndi görək bizdə nəyi necə veribdir? Deyir, Japon dili xəbəri də təkdə verib. Xəbəri təkdə veribsə, bu Japon dili olmalıdır. Başqa iş ola bilməz, yəni. Bu dil mənasını verməlidir ki, mən bunu doğru cavab olaraq qəbul edib ki, həqiqətən də language-i görürsünüzsə, adam deyir, Japon dili öyrənmək üçün deyir, çətin bildir, deyir. Söhbət dildən gedir. Dil olanda xəbəri tək götürə bilərəm ki, təkdə verib bir doğru cavabdır. Gəldik isə Japon. Japon dilidirmi, millətidirmi? İnsan deyir. İnsan deyirsə, Japonluları nəzərdə tutur və bunun da xəbəri cəm götürə bilərəm. Bir cəmdə yazıb, 2-ni də doğru cavab olaraq götürəcəyəm. Deyir, Japonlular çox ixtiraçı, ixtira edən insanlardır. Nəyisə inventiv, ixtira edən insanlardır və milləti nəzərdə tutduğu üçün are da buna gedir. Amma burada isə learning, dedim cümlənin əvvəli feil üstəgəl ing ilə başlayırsa gerunddur. Bunun xəbəri are yox, is olmalıydı. To be ilə başlayırsa bu da məstərdir. Bunun da xəbəri are yox, is olmalıydı.
Deməli cavab olacaq 1, 2, 45-ci sualın cavabı olacaq D variantı. O zaman 46-cı sualı məncə siz işləyə bilərsiniz. Chinese-a baxın, dildirmi, millətdirmi? Hansını nəyə görə qoyacaqsınız? 46-cı sualın cavabını yazacaqsınız. 46-cı sualın cavabını yazın. Bəli, 46-cı sualda əksəriyyətiniz, hamınız demək olar ki, hamı D variantı deyir. Niyə? Gəlin baxaq 46-cı suala. Əgər Chinese burada fikir verirsinizsə, difficult learn, öyrənməkdən söhbət gedir, dil anlamındadır. Və dil anlamında olanda biz onun qarşısına tək xəbər qoymalıyıq. Is olar bunun qarşısına. Bir doğrudur. İkinciyə baxaq, burada artıq Chinese deyəndə Çinliləri nəzərdə tutur, millətdir, xəbəri ar, cəm xəbəri olmalıdır. Bizə də cəm xəbər verib 1, 2 doğrudur. Discovering sözü isə sonda ink varsa bu gerunddur. Bunun xəbəri ar yox, is olmalıydı. Deməli 3 yanlışdır. To create sözü isə görürsünüz ki, məstərdir və bunun xəbəri də necə olmalıydı? Təkdə olmalıydı. Take yox, takes olmalıydı. 4'ləri də götürmürük. Cavab olur 1, 2, D variantı. Bu qaydanı yaddan çıxartmırsınız. Əgər milləti göstərirsə xəbəri cəm, dili göstərirsə xəbəri tək olmalıdır. Bu yeni 2025-in toplusuna salınıbdır. Bundan əvvəlki topluda bununla bağlı test yox idi. Yəni yeni salınıbdır. Davam edirik 47-ci sualla. 47-ci sualda nöqtədən əvvəldə of-a baxırıq. Of-dan əvvələ baxacağım. Of-dan əvvəldə was sözü cəmdədirsə, xəbəri was yox, were olmalıydı. Bir yanlışdır. Birləri atıram. Aha, nəyə baxaq? Burada baxmalıyıq uşaqlar. Bu izə də baxacağıq, bu izə də baxacağıq. Woman, woman-a who qoyub, qəşəng eləyib. Woman təklə deyənə is qoyub, olubdur. Yenə söhbət qadından gedir deyənə iz qoyubdur. Cavab olacaq 2-ni götürəcəyəm. 2-də heç bir problem yoxdur. Çünki cümlənin mübtədası onsuz da qadındır. Qadına görə hər iki tərəf də iz olmalıdır. 47-ci sualda. Gedək bura. My new shirt. Shirt təkdədir. Ondan sonra has qoyubdur. Doğrudur. Bura doğrudur. Amma yenə shirtdən söhbət gedir. Burada haven't been yox, has olmalıdır. Yəni hər iki tərəf təkdə olmalıydı. Həm bura, həm bura. 3 yanlışdır. Üçləri də atacağıq, gedəcək. Cavab elə 2, 4 çıxmalıdır. Gəlin baxaq. The opportunity given to me, to söz önüdür. Söz önündən əvvələ baxırıq. Opportunity, fürsət, imkan deməkdir. Təkdədir. Xəbəri tək olmalıdır. Bizə də was veribdir. Cavab olur 2, 4. Sadəcə burada diqqətli olmalı olduğunuz məqam odur ki, harda nəyə baxacağınızı yaxşı bilməlisiniz. Yəni, mən söz önü görürəmsə, ondan əvvələ getməliyəm. Yəni, bunu yaxşı bilməlisiniz. Yoxsa, vay ola getdiniz ki, pictures-a baxdınızda, yəni o pictures-a baxmaq ailəmi vuracaq bir-birinlər. Dərsin vaxtına 15 dəqiqə var. 15 dəqiqə sonra yeni bir link atacağım. 49-cu sualdayıq. Student sözü cəmdədir. Has bura getməyəcək. Birləri atırıq. İçin xəbəri tək olur. 2 doğrudur. İçə iz veribdir. Doğrudur. Many people çoxlu insanlar cəm mübtədadır. Enjoys-un esi olmamalıydı. 3 yanlışdır. Bosun xəbəri cəm olur. Bizə də cəm xəbər veribdir. Doğrudur. 2, 4 A variantını götürəcəyik. Gedək tez 51-ci suala. 60-cı suala qədər sürətlə mən işləyim. 51-ci sualda isə görək nə edirik? The book including a lot of illustrations. Aha, burada nəyə baxacaq? Book'a baxacaqsınız. Baxın, burada book'a baxacaqsınız deyir. Çoxlu illüstrasiyalarla dolu olan kitab maraqlıdır. Nə? Kitab. Cümlənin mübtədası bu book'dur. Book'un təkdə olduğu üçün xəbəri də was olmalıydı. Bir doğrudur. Of var, ofdan əvvələ baxıram. Furniture sözü təkdədirsə, were cəm xəbərdə olmayacaq. 2-ni atırıq. Buy var, buydan əvvələ baxıram. Luggage sözü, bagaj, yük sözü təkdədir. Xəbəri tək olmalıdır ki, bizə də was veribdir. 3-də doğrudur. 1-3 cavabı varmı? Var. Burada isə kapteinə was qoyubdur. Buranı düz iş görüb. Burada bir problem yoxdur. Buradakı problem were qoymaqdır. Playersə görə burada were düşünməyin. Bu cümlənin mübtədası kaptandır. Captain sözüdür. Və buna görə burada təkdə olmalıydı. Bura təkdə deyil. Ona görə 4-ü də atırıq. 51-ci sualın cavabı olacaq D variantı. Gedirik 53-cü suala. 53-cü sualda isə foreign language often leads students. Aha, görək 53-cü sualda nəyə görə hərəkət edəcəyik? Xarici dillər. Aha,
Baxın, burada görürsünüz ki lead-dir bu cümlənin xəbəri və bu lead səbəb olmaq, yol açmaq, liderlik etmək, rəhbərlik etmək burada daha gözəldir, rəhbərlik edir. İllər sözü cəmdədirsə, lead də cəmdə olmalıdır. Esi yoxdursa, demək ki, cəmdədir. Biri doğru cavab götürə bilərik. One of-un xəbəri təkdə olmalıdır. Bizə də is xəbəri təkdə veribdir. İki də doğru cavaba bənzəyir. Baxaq bura. İndən əvvələ baxıram. Windows cəmdədir. Was buna getmir. Were olmalı idi. Boss'un xəbəri cəm olmalıdır. Amma bizə need-i s-lə yazıb deyənə təkdə yazıb. Bu da yanlışdır. Doğru cavab olur 1, 2, 53-cü sualın cavabı B variantı. 55-ci sualda isə için xəbəri tək olmalıdır. Artıq bu iç çürüdür. Amma burada ar yazıbdır. Yanlışdır. Boss'un xəbəri cəm olmalıdır. Əm ola bilməz. Ar olmalı idi. 2 də yanlışdır. Of-dan əvvəldə price sözü təkdə, xəbərimiz təkdə, is 3 doğrudur. Of-dan əvvəldə box sözü təkdə, is xəbəri təkdə, bu da doğrudur. 3, 4, 55-ci sualın cavabı olacaq C variantı. Gedək 57-ci suala. These shoes. Buradakı problem nədir? Bayaq dediyim söhbət. Shoes sözünün xəbəri ümumiyyətlə shoes-un qabağına this gəlməz. Shoes cəm isimdir. Ondan da əlavə shoes cəm isimdir. Buna isn't olmaz. Atırıq. A number of-un xəbəri cəm olmalıdır. Bizə də cəm xəbər veribdir. 57-ci sualın cavabı da olmalıdır. B variantı. C-yə də baxaq. And varsa is olmamalı idi. Ar olmalı idi. Was-un xəbəri is olmamalı idi. Ar olmalı idi. The number of-un xəbəri isə tam tərsinə tək xəbər olmalı idi. Ar ola bilməzdi. 57-nin cavabı olur B variantı. 59-cu sualda information centers iki isim yanaşı gəlibsə, ikinciyə baxırıq. Məlumat mərkəzləri. Söhbət məlumatdan yox, mərkəzlərindən gedir. Mərkəzlər sözü cəmdədirsə, xəbəri iz yox, ar olmalı idi. 1 yanlışdır. Tez birləri variantlardan atırsınız. Cümləyə baxıram, ortada to görürəm, söz öndür. Söz öndən əvvələ gedirəm. Solution sözü təkdədirsə, xəbəri də tək gəlməlidir. Bu cümlədə amma bizə were gəlibdir. Were bilirik ki, cəm xəbərdir. 2 də yanlışdır. 2-ləri də atanda 3-4 cavabı çıxır. Baxaq yenə də of-dan əvvəldə popularity sözü təkdədir, xəbər tək olmalıdır, həz yazıb 3 ona görə doğrudur. 4-də isə polis tək başına gəlibdir və polisləri nəzərdə tutur, cəm isimdir, xəbəri də cəm olmalıdır. Bu da doğrudur, doğru cavab olur 59-cu sualda Y variantı. Tez gedək 61-ci suala. Yenə information centers gəlibdir. Informationa yox, centers-a baxırıq. Centers cəmdədir. Bu eyni sual deyəsən. Bir daha baxaq. Centers cəmdədir deyənə cəm xəbər olmalıdır. Bizdə yanlışdır. Deyənə əvvələ baxıram. Solution sözü təkdədir, were olmamalıdır. Bu da yanlışdır. Of-dan əvvələ baxıram. Popularity sözü yenə təkdədir, has xəbəri təkdədir, 3-ü götürürəm. İndən əvvələ baxıram. Hər zaman söz öndən əvvələ baxanda rise sözünü təkdə görürəm. Xəbərim də was-dur, tək xəbərdir. 3-4 cavabı 61-də olmalıdır. 61-də 3-4 olmalıdır C variantı. Tez gedək 63-cü suala. Aha, Englishlər. Əgər ingilis dilini nəzərdə tutursa, xəbəri tək olmalıdır. Əgər ingilisləri nəzərdə tutursa, xəbəri cəm olmalıdır. Bizdə xəbəri cəm veribdir. Mütləq ki, burada ingilislər olmalıdır. İngilis dilinin mi, yoxsa ingilislərin qədim, köhnə adət-ənənələri var. Adət-ənənələr millətə aid olan bir xüsusiyyətdir. Xəbəri cəm olmalıdır. Yəni, bu ingilis milləti nəzərdə tutur. Xəbəri də cəm ola bilər. O zaman biri götürəcəyəm. And varsa xəbəri həz yox, cəm olmalı idi, həv olmalı idi ki, yanlışdır. Gəldik, bura sual cümləsidir və sualı həvlə verib. Sual verdiyi şeydə reynə sual verir. Yağış, çoxlu yağış var, deyir. Və yağış sözü sayılmayan tək isimdə ona həvlə yox, həzlə sual verməli idi. Yenə sual cümləsidir. İzlə sual verirsə, tək bir şey soruşmalıdır. Amma soruşduğu şey difficulties, çətinliklər, cəmdə soruşubdur. İz yox, ar olmalı idi. Bayaq da dedik, feilin sonunda ing varsa learning gerunddur və bu cümlənin əvvəlində gəlirsə mübtəda vəzifəsindədir. Bu halda bunun xəbəri tək olmalıdır. Bizə də iz yazıbdır, doğru cavabdır. Doğru cavab olur C variantı 1 ilə 5. Gedək 65-ci suala. 65-ci sualda isə, aha, bu da çox qəşəng sualdır. Biz indən əvvələ baxırıq, rich. Rich normalda sifətli, varlı deməkdir. Amma Z artiklı qaydasından xatırlayırıqsa, sifətin sonuna Z artiklı gəlirsə, bu isimləşmiş sifətdir. Varlı yox, varlılar deməkdir. Artıq rich ismi xüsusiyyətlərini daşıyır və bu belə halda cəm ismi göstərir. İsimləşmiş bir sifətdir və cəmləşir. Varlılar, xəbəri də cəm olmalıdır. Bizə də cəm xəbər yazıb. Given esi yoxdur deyənə cəm xəbərdir. Bir doğru cavab ola bilər. Looking feilin sonunda ing varsa dedik. Ətdən əvvələ baxıram, gerund var.
Feilin sonunda ing varsa gerunddur və əvvəldə gəlirsə mübtədadır. Xəbəri is tək xəbər olmalıdır. 2 də doğru cavaba bənzəyir. 1, 2 olmalıdır. Gəlin burada baxaq. Aha, burada galleries cəmdədir, qaleriyalar. Amma ondan sonra demonstrate gəlibdir. Baxın, he-yə görə baxmırıq. Mübtədası zətdən əvvəldəki galeriyadır. Yəni onun göstərdiyi qaleriyalardan söhbət gedir. Qaleriyalar cəmdədir deyənə demonstrate'in s-i olmamalı idi. S-siz olmalı idi. 3 yanlışdır. İçin isə lastdır burada xəbəri. İç bilirsiniz ki, xəbəri tək olur, amma burada lastın xəbəri. Burada last keçən anlamında deyil, müddət anlamındadır. Yəni feildir, ötür, zaman keçir, davam edir. Yəni deyir hər tur təxminən deyir 3 saat davam edir. Burada continue davam etmək anlamındadır və bunun sonunda s olmalı idi ki, mən bunu götürüm. İçə görə tək xəbər olmalı idi. Ona görə 1 2 65-ci sualın cavabı olur B variantı. 70-ə doğru sürətlə gedək. 67-ci sualdayıq. 67-ci sualda isə yenə rich, qabağında z varsa varlı yox, varlılar, isimləşmiş sifət, xəbəri cəm olmalıdır. Bizə də have yazıbdır, biri götürəcəyəm. Dancing gerunddur, feilin üstünə ing gəlibdir. Bu əvvəldə gələndə mübtəda olur və xəbəri is tək xəbər olmalıdır. 2 də doğru cavaba oxşuyur. 1, 2 olmalıdır. Gəlin üçüncüyə baxaq. To overt mean. Burada xəbərimiz meandir, mənası olmaq. To overt isə məstərdir uşaqlar. Necə ki, feilin sonuna ing gələndə gerund olur, xəbəri tək olur. Eyni zamanda cümlənin əvvəlində də to üstəgəl feil var və bu cümlənin ən başında gəlirsə məstərdir və bunun mübtədası artıq məstəri olur. Bunun xəbəri də tək olmalıdır. Bunun xəbəri də tək olmalıdır. Yəni meanin sonunda s olmalı idi. Ona görə 3 yanlışdır. Baxın, bunu bir daha deyirəm. Feilin sonunda ing olanda necə ki gerund olur, xəbəri tək olmalıdır. Bunu otuzdurmuşuq, düşünürəm ki. Eyni zamanda 3-də də feilin sonunda to varsa məstərdir, cümlənin lap əvvəlində gəlibdir. Deməli, mübtəda budur və bunun xəbəri tək olmalıdır. Bizə mini s-siz yazıb. Demək ki, cəm xəbər yazıb. Yanlışdır. Dictionary sözü bilirik ki, lüğət deməkdir, təkdədir. O zaman provide-ın sonuna nə qoymalı idi? S qoymalı idi. S-i olanda tək xəbər olur. Bu da yanlışdır. Ona görə doğru cavab olur 1, 2. Vaxtımıza az qaldığı üçün biraz sürəti artırdım, amma 70-dən sonranı sizə işlətdirəcəm. Yəni lazım gəlsə linkdə göndərəcəm. Çünki bilmirəm söhbəti tutursunuz yoxsa yox. Ona görə 69-u da izah edib 71-dən sizlə davam edəcəm. Zerboz deyibdir. Zerboz deyirsə tək bir şey deməlidir. Polis ofiseri də təkdə deyibdir. Demək ki, bir doğrudur. Ofdan əvvələ baxıram. Sex sözü cəmdədir. Cəm xəbər olmalıdır. Biz yanlışdır. Polis men. Men bilirsiniz ki, cəmi göstərir. Xəbəri ar, cəm xəbər olmalıdır. 3 doğrudur. Floor sözü deməkdir. Sayılmayan tək isimdir. Xəbəri have yox, həz olmalıdır. 4 də yanlışdır. Cavab olur 1, 3. Bundan sonrakları biraz sizə işlətdirim. Çünki bilmək istəyirəm, söhbəti tutmusunuz yoxsa yox. Belə sürətlə də getməyək. 71-ci sualın cavabını yazın. Bitməyəcək link göndərəcəm də uşaqlar. Bitməyəcək link göndərəcək. İndi bitsin deyə də yalap şalafa gətirə bilmərəm də testdə. Hamısı görürsünüz ki, vacib, önəmli testlərdir. Nəzər. Əksəriyyətiniz B variantı, hamınız B variantı deyirsiniz. Zervör deyirsə cəm isim deməlidir. Bəli, Jax-ı cəmdə deyibdir. Da kompota baxmırıq. Ofdan əvvələ baxırıq. Jax cəmdədir. Zervör deyib bir doğrudur. Ofdan əvvələ baxıram. Jax sözü təkdədirsə were olmamalı idi. Was olmalı idi ki, yanlışdır. Ofdan əvvələ baxıram. Yenə Jax sözü cəmdədirsə bu dəfə was yox, were olmalı idi. 3 də yanlışdır. Kompot sözü təkdədir. Xəbəri də tək olmalıdır. Was yazıb onsuz da. 1, 4 cavabı B variantı bəli, doğru cavabdır. Gedək tez 73-cü suala. Lazım olsa bir dənə də link atacağım. Onsuz da az qalıb. Yalap şalapa gətirə bilmərəm bu testləri. Olmaz yəni. 15 dəqiqə, 10 dəqiqə artıq qalmaqla heç kəs heç nə olmur. 73-cü sualda Enambrofun xəbəri cəm olmalıdır. Bizə də cəm xəbər verib biri götürəcəyəm. Ortada for var, söz önündən əvvələ gedirəm. Applicant sözü cəmdədirsə xəbəri cəm olmalıdır ki, bura həz yazıbdır ki, yanlışdır. Enambrofun xəbəri tək xəbər olur. Bizə də tək xəbər yazıb 3 doğrudur. 1-3 cavabını götürəcəyəm. Burada isə milyon dənə Britaniyalı turistdən danışır. Turistlər cəmdədirsə arrive-ın s-i olmamalı idi. Cavab olacaq 1-3. Gedək 75-ci suala. 75-ci suala siz yazacaqsınız mesaj kutusunun cavabını. 75-ci sualı yazın cavabını.
Hı. Yazın. Vaxta göre narahat olmayın. Yazın. Lazım olsa bir daha qoşulacaqsınız. 75-ci sualda əksəriyyətiniz D variantı deyirsiniz. Ortada of var. Ofdan əvvələ gedirəm. Model sözü təkdə, xəbər tək olmalıdır. Bir doğrudur. Commercial sentences ticarət mərkəzləri, ticari mərkəzlər. Center sözü cəmdədirsə, xəbəri həz yox, həv olmalı. 2 yanlışdır. Denambrofun xəbəri artıq çürüdü ki, tək olmalıdır. Bizə iz veribdir. Bu da doğrudur. Enambrofun isə həz yox, həv olmalıydı. Doğru cavab olur. Ne götürdüm? 1 ile 3 D variantı olacaq. Gedirik 77-ci suala. Ofa baxıram. Ofdan əvvəldə pis sözü cəmdədirsə, xəbər cəm olmalıdır. Bizə həz yazıbdır. 1 yanlışdır. Açıq suallardır. Enambrofun xəbəri cəm olmalıdır. Bizə də cəm yazıb 2-ni götürə bilərəm. 2-ni götürəcəm. Apostrof S varsa, aha, ofdan əvvələ baxıram. Ofdan əvvəldə collection, aha. Collection sözü təkdədir. Xəbəri də tək olmalıdır. Bizə were yazıbdır. 3-ü götürməyəcəm. Denambrofun xəbəri tək olmalıdır. Bizə də iz yazıb götürəcəyəm. 2-4 cavabı olmalıdır 77-ci sualda. Gedək 79-cu sualın cavabı açıq sualdır, sizdədir. Yazın, xahiş edirəm bu söz önlərini görün. Bu söz önlərini görün və 79-cu sualın testin nömrələrini yazın. 79-u yazın. Aha, demək olar ki 2-3 deyirsiniz. Gəlin 1-ə baxaq. Requires S-i varsa tələb etmək deməkdir və xəbəri təkdədir. Amma bizdə air conditioners, kondisioner deməkdir. Və bu kondisionerlər cəmdədirsə, require-ın S-i olmamalıydı. Cəm xəbəri olmalıydı. 1 getdi. From-dan əvvələ baxıram. Delegates, nümayəndələr cəmdədir. Cəmdədirsə, xəbəri də cəm olmalıdır. Ki, bizdə də intent xəbərini cəmdə veribdir. 2-ni götürə bilərəm. Polis sözünün xəbəri cəm olmalıdır. Have veribdir. 3-ü də götürə bilərəm. Everyone, indən əvvəldə everyone törəmədir. Törəmənin xəbəri tək olmalıdır. Bu cümlənin xəbəri needdir və sonda S olmalıydı. Doğru cavab olur 2-3. Aha. Dedirəm, bütün qruplara link getdi. Çalışdığım qədər hər kəsə atmağa çalışdım. Az qaldı uşaqlar. Biraz şey mövzudur. 88 dənə test olsa da tək-tək o cümlələri incələmək nəbi yox, amma vacib mövzudur. Burada qalmışdıq deyəsən, mən bildiyim qədərilə. Qalmışdıq. Baxın görün nə yazmışsınız. Sınaq yazaq. Az qaldı, şöyle az qaldı. Yazacağıq sınaq. Biz 79-cu sualdayıq. 88 dənə də 5-6 dənə sualımız qalır. Yazacağıq sınaq. Bitirək də bunu bitirmək istəyirəm. Çünki həqiqətən çox gözəl suallardır.
İkini izah etdik. Fromdan əvvəldə delegate sözünə görə cəm xəbər, polisin də xəbəri cəm olmalıdır. 3 də doğrudur. Everyone törəmədir. Burada needin sonunda s olmalı idi ki, tək xəbər olsun. Deməli, 79-cu sualın cavabı olacaq 2, 3. Az qaldı uşaqlar. Gedək 81-ci suala. 81-ci sualda yenə arada heç nə yoxdur ki, əvvələ gedim, gedə bilmirəm. Deməli, companies-ə baxacağam. Companies-in xəbəri cəmdə olduğu üçün Necə? Soyadınız Qafarovadır nədir? Başa düşmədim. Nə deməkdir? Nə deməkdir soyadınız Qafarov? Və nə olsun soyadınız? Tövbə estağfurullah. Düşünün. Uşaqlar, şu kafayı yiyib sizi. Company sözü cəmdədir, xəbər də cəmdə olmalıdır. Bizə have yazıbdır. 81-i 1 olaraq götürəcəyik. 81-də 1 götürülə bilər. Ofdan əvvələ baxırıq. Tulip sözü cəmdədirsə, xəbər iz ola bilməz. 2-ni atırıq. Ofdan əvvələ baxırıq. King sözü cəmdədirsə, reflect burada esi olmamalı idi. 3-ü atırıq. Between dedik söz önüdür. Əvvələ baxıram. Different sözü təkdədirsə, həz də təkdə doğrudur. 81-ci sualın cavabı 1, 4 olacaq. Gedək 83-cü sualı siz yazın uşaqlar. 5-dən 4-dən sualımız qalıb. 83-cü ekran görünür, görünmür. Görünür də ümid edirəm uşaqlar. 83-cü sualın cavabını yazın. Yazın, onda biləcəm görünür, yoxsa görünmür. Bəli, əksəriyyətiniz 1-3 deyirsiniz. Dedik, feilin sonunda ing varsa gerunddur. Bu həmçinin məstərə də aiddir. To olsa da belədir. Və bu cümlənin məstəridir. Xəbəri tək olmalıdır. Deməli, 1 doğrudur. İz yazıb. Ofdan əvvəldə sources sözü cəmdədirsə, xəbəri cəm olmalıdır. Baxın, feilin sonunda s varsa, bu bizə tək xəbəri göstərir. Ki, yanlışdır. Some of the people, burada some'da artıq ofdan əvvələ getməyin də. Yəni, buna ehtiyac yoxdur. Yəni, ofdan əvvələ gedim some'ın neyinə baxım. Some'dan sonra necə isim gəlibsə, ona görə qoymalıyam da mən bunu. People sözü cəmdədir deyənə are yazıbdır. Və are xəbəri də doğrudur. 3-ü götürəcəyəm. To var. To'dan əvvələ gedirəm söz önündən əvvələ. Job iş sözüdür. Təkdədir. Xəbəri were yox, was olmalı idi. Bəli, 83-cü sualın cavabı olmalıdır. 1, 3 doğru cavab vermisiniz. Son 2 sualdayıq deyəsən. 3 sualda. 85-ci suala gedək. 85-ci sualda isə a number of-un xəbəri cəm olmalıdır. Bizə are yazıbdır. 1-i götürəcəyəm. The number of-un xəbəri tək olmalıdır. Bizə is yazıbdır. Götürəcəyəm. Burada young deyəndə, ay müəllimə, day esi yoxdur, bu iz doğrudur, gəlin bu üçü də götürək, söhbəti aparmayacağıq. Young deyəndə cavanlar nəzərdə tutur, isimləşmiş sifətdir və onun xəbəri cəm olmalıdır, iz olmamalıdır. Hardan bilirəm cavanlar tərcüməsi verir? Qabağına Z artiklı gəlibsə bu sifətin, bu artıq isimləşir və xəbəri cəm olmalıdır. İz yox, ar olmalı idi. Baxın, burada da pur normalda sifətdir, kasıb deməkdir. Amma Z artiklı gəlib deyənə tərcüməsi artıq çıxır buradan kasıblar. Sonunda esi olmasa da Z artıq bunu kasıblar elədi, cəmlədi onu. Və bu zaman bunun xəbəri artıq həz yox, həv olmalıdır. 4 də buna görə yanlışdır. Doğru cavabı bəli yuxarıya yazmışam. 1, 2. 87-ci sualın cavabını da siz yazın. 87-nin cavabını da siz yazın. Əksəriyyətiniz 3-4 deyirsiniz. Using dedik ki, gerunddur. Feil üstə gəl, ing qabaqda gəlibsə, mübtədadır deməkdir. Xəbəri are yox, iz olmalı idi. Birləri atırıq. Bunları bağlamamışam. Acayip səslərə məruz qalırıq. Am niyə gül yatır? Am niyə gül yatır?
Hamı nəsə gülücü yatır. Deyəsən seti getdi, amma o gülücü yatır. Mağalaya dəst getir, bəd bax. Qardaş, Ay, uşaqlar, gülməkdən öldüm, öldüm. Əminəm ki, siz də orada gülürsünüz. Bağladım. Mikrofonlarınızı bağlayın. Yadımdan çıxıb bağlamaq. Özünüz nəzarət. Davam edək. Davam edək 87-yə nə yazmışdınız? 3-4 deyəsən. Okey, deməli ikincidə viz var. Vizdən əvvəldə bas təkdədir. Xəbəri həv olmamalı idi. Bəli, 2 də yanlışdır. Burada isə baxaq görək, street sözü cəmdədir, xəbəri cəm doğru. Bu da indən əvvələ baxıram, tris cəmdə, ar xəbəri doğru. Belə. Çıxmaq istəyənlər kimlər çıxır? Gülməkdən özümü güclə saxlamışam, neysə. Deməli, 11-lər qalır. Yerdə qalanlar çıxa bilər. Bəli, 11-lər çox qəşəng bir sınaq işləyəcəklər. Yerdə qalanlar çıxa bilərlər. Aha. Sadəcə 11-lər qalsınlar və mən rekordu durdurum. Bu rekordu necə paylaşacağım YouTube-a, onu da bilmirəm.